Xoş gördük. Bugün daha bir aktual mövzu haqqında sizinlə danışmaq istəyirəm. Bugünkü mövzumuz psixoaktiv maddə qəbulu, ondan yaranmış psixoloji problemlər, aludəçilik və ünsiyyət problemləri, hansı ki, həm ailədə, həm də ümumən qəbul edən şəxslərdə yaranır. Ümumiyyətcə, psixoaktiv maddə qəbulu və narkotik qəbulu heç nədən yaranmır. Adətən bu ümumi baxsaq, yəni dezadaptasiya problemindən yaranmış ola bilir, hansında ki, insan artıq özün bu cəmiyyətdə görə bilmir, görməkdə problemlər yaşayır, adaptasiyada problemlər yaşayır və ya sosial fobiyanın da bəzi əlamətləri olanda, elə sosial fobiyada olanda da ən yaxşı çıxış kimi hər hansı bir normadan kənar, yəni davranışla və maddə qəbulundan özünü tapmış olur və ya məsələn, özünüz də eşitmiş olarsınız, deyir, sıxılıram, utancağam, indi hər hansı bir məclisdəyəm, biraz alkohol qəbul edəcəm və daha başqa bir maddələr və daha rahat olacam, özümü komfort hesab edəcəm. Lakin bunun da stadiyaları var. İnsan adətən psixoaktiv maddə qəbul edən şəxs başlayır birinci stadiyadan, adətən yoxlama stadiyasından və yoxlayanda bu çevrədən təklif oluna bilər, özünün marağından gələ bilər, hansında ki, artıq deyir, görün, bu nə olan bir şeydir. Ondan sonra ikinci etapda artıq euforiya. Görür ki, qısa müddətli bir hər şeydən uzaqlaşır, unudur hər şey, əlbəttə o indiki reallıqdan uzaq olur. Biz gördüyümüzü o görmür, o başqa bir şeylər hiss edir. Üçüncüdə stadiyada artıq psixoloji asılılıqdır. Psixoaktiv maddə qəbul eləməyəndə artıq qıcıqlanır, əsəbləşir, özünü pis hiss eləyir. Və dördüncüsü, ən təhlükəlisi, bu olur fizioloji asılılıq. Hansında ki, artıq bədən reaksiyalar verir, yəni abstinensiyalar. Bunun başlayır bədən ağrıları, hər hansı bir narahatlıqlar, hansı ki, bədən belə deyək, artıq tələb edir. Və burada mütləq şəkildə kompleks iş görülməlidir. Çünki tək psixoloji iş yox, həm birinci elə narkoloq, həkim işləməlidir. Orada tibbi müdaxilə, dərman müalicəsi olur. Ondan sonra da mütləq şəkildə hər bir psixoaktiv maddə qəbul edən şəxs və ümumiyyətcə asılılığı olan şəxs, adiktoloji problem yaşayan insanlarla mütləq şəkildə psixoloq işləməlidir və psixoloji yardım və dəstək almalıdır. Çünki o, hansı ki, tibbi müdaxilə onun bədəndə yaranmış asılılığın və s. qabağını alırsa, yəni psixoloji asılılığın və adaptativ davranışın, hansı ki, dezadaptativ davranışdır, normadan belə deyək, kənardır, onu düzgün formaya gətirib və növbəti pillələrdə daha rahat özünü hiss etsin deyə psixoloq işləməlidir. Çünki əgər bir narahatlığı hiss eləyəcəksə bu şəxs, o artıq qaçacaq o variantda. Niyə? Çünki problemlərdən qaçışın asan yolunu özün üçün tapmış hesab edir. Ailədə necə olmalıdır ünsiyyət belə şəxslərlə? Bir çox vaxtı müraciətlərdən də görürəm, belə problemlərlə gələn insanlar çalışırlar çox gizli formada gəlsinlər, heç kimin xəbəri olmasın, bu problem bilməsinlər və s. Və seanslar zamanı maraqlananda isə görünür ki, uzun müddət elə özləri çalışıblar müalicə etsinlər. Məsələn, çölə çıxmağa qoymurduq, bağlayırdıq otaqda, bəzən hətta çarpayıya bağladıqlarını da eşitmək olardı. Lakin bunlar effektiv və səmərəli bir metodlar deyil. Çünki bununla çox nəticə əldə etmək olmur. Onun ki, o beynində o var, yəni də bir müddətdən sonra da azad olmayacaqsa bu asılılıqdan yenə də təkrar olma ehtimalı var. Bəzi ailələrdə isə çalışılır bu mövzu çox qabarıq şəkildə danışılmasın. Yəni bu danışılanca sırası göz ağartmalar, sakit ol, bu mövzu elə bil görməzdən gəlirlər. Bu da düzgün variant deyil. Çünki ortada bir problem var və problemi görməzdən gəlmək, pasiv mövqeyi seçməkdə düzgün bir variant sayılmır. Çünki nəticəmiz çox zəif olacaqdır. Növbəti məsləhətim olacaqdır ki, ailədə dəstək olmaq lazımdır. Həmin bu asılılığı olan insanın bir problemlərin aradan həm qaldırmaq üçün, həm də ki, yeni motivasiya yaratmaq üçün, hansı ki, bir nələrdən sonra başlayacaqsa, hansısa bir fəaliyyətə başlamış olursa, siz əslində ona dəstək olmalısınız. Və adi bir xırda bir şey o da olsa, sən uşaqsan, bu nə işdir, tayların başqa bir işlər qurursan, indi başladın rəsm çəkməyə və s. Belə bir şeylər lazım deyil. Xırda bir şeydə belə onu tərifləyin, qoyun, daha iştahlansın, belə deyək, motivasiya olsun və
diqqətin fokusun dəyişsin başqa istiqamətdə. Sonra bir çox ailələrdə baxmayaraq bu problem var, amma tənqidi yanaşırlar. Ümumiyyətcə bir çox problemlərdə elə bil ki, bu olub keçib, lakin qəbul edə bilmirlər ki, sən nədən bunu etdin, kimlərə oxşadın, niyə onlara qoşuldun, mən sənə deyirdim onlar yaxşı insan deyil və belə bir düşüncələrlə daha çox üstünə gəlirlər. Bunu başa düşmək olar ilk günlərdə, amma praktikaya baxanda görürük ki, yox, həqiqətən insanlar var, müraciət edir neçə aylardır, bəzən illərlə də eyni tənqidi hələ gəlib seanslarda da səslənirlər, bilmirik bu niyə belə etdi və s. Yəni o bilməmək ki, o qalsın qırağa. Artıq fakt bizdə problem var. Biz problemlə işləməliyik. Və bu problemlə işləməyib də çox da səbəbini axtaranda, yaxşı səbəbini tapandan sonra valideynlər özü də bir çox vaxtı effektiv müdaxilə edə bilmir. Çünki yəni də deyirəm, yaxşı olar ki, mütəxəssislər işlənsin və bu problem bir dəfəlik aradan qaldırılsın. Sonraki nədən psixoaktiv maddələr qəbul etməyə başlayır? Gənclər daha çox vurğulayacağım. Çünki statistikaya da baxsaq, son 21-ci əsrin son 20-21 ili ərzində dünya üzrə psixoaktiv maddə qəbulu və narkotikin qəbulu 20-25 dəfə artmışdı. Və onların 70-75%-i gənclər və yeniyetmələr təşkil edir. Birdən biz bu rəqəmlərə baxsaq, həqiqətən çox acınacaqlı bir rəqəmlərdir. Təəssüflə bildirmək istəyirəm ki, Azərbaycandan da yan keçmir və hətta müraciətlər də olur, yeniyetmə məktəbli uşaqlar müraciət edir valideynlər və artıq belə hallarla müşahidə olunur. Və bunun səbəbləri nədir? Bunun bir neçə səbəbi var. Birincisi həzz amilidir. Hansında ki, bu dövrdə çalışırlar ki, asan yolla və daha rahat həzz əldə etsinlər və hər şeydən uzaqlaşmış olsunlar. Lakin reallıqdan qopurlar və hansı günlərə belə deyə düşmüş olurlar, ondan xəbərləri olmur. Və yəni də dedim, birinci stadiyadan qəbul etmədən eyfariya, hətta psixoloji asıllıq və fizioloji asıllığa can gətirib çıxartır. Və ona görə təhlükəsi elə yeniyetməlik dövründə başlayanlardır. Çünki həm də burada yeniyetməlik böhranı ilə müşahidə oluna bilir, hansına ki, hər şeydən özünü kənar və heç kimlə yaxın ola bilmədiyin hiss eləyərək özün onda tapır. Ailə daxili konfliktlər səbəblərdən biri ola bilir, hansında ki, yalnız belə deyim, təzyiq görəndən sonra hansısa bir dairəyə düşəndən sonra ona bildirirlər ki, belə bir psixoaktiv maddə var, qəbul et, rahat olacaqsan, hər şeyi unudacaqsan və bir çox vaxtı da bu zəif nöqtəsindən yeniyetməni tutmuş olurlar. Səbəblər əslində müxtəlifdir və insanlara görə də fərqlənir, amma ümumən daha çox rast gəlinən səbəblərə baxırıq. Burada natamam ailələr də risk qrupuna aiddir. Bəzən və ya ata rolunun və ya atanın çox da ailəyə qarışmaması və təlim-tərbiyə sistemində iştirak etməməsi olur və onda da artıq daha çox gənc oğlanlarda müşahidə olunur, başlayırlar özlərindən yaşca daha böyük olan insanlarda baxır və o davranışı götürməyə və o davranış əgər deviant davranışsa, normadan kənar davranışdırsa, onu da götürmüş və istifadə etmiş ola bilirlər. Ümumiyyətcə, psixoaktiv maddə qəbulu olan insanlarda mütləq şəkildə dəstək olmaq lazımdır. Birincisi problem burada olur motivasiya problemi. O motivasiya yaratmaq lazımdır ki, düzgün istiqamətdə getsin. İkincisi, burada dəstək olmaq lazımdır və bu problemi içində həm də psixoloji yardım nəzərdə tutulur. O dəstəyi almalıdır və yeni davranış metodları qurmuş olmalıdır. Və bundan sonra da həyatında yeni dövr başlamalıdır. Lakin unutmaq lazım deyil ki, hər bir yenilik çətin olduğu üçün də bu da çətin bir proseslərlə müşahidə olunur, lakin bu problemlərlə qurtulmaq olur və mütləq şəkildə üzərinə düşmək lazımdır və psixoloji yardım mütləq olunmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.